Tamam uşaqlar, bugün sizinlə 8-ci sinif yeni dərsliyi əsasında 3-cü bölmədən 3-cü mövzunun izahına baxırıq. İnsanın qan dövranı haqqında danışacağıq burada. Qan dövranı sistemi qanı hərəkət etdirir, onu bədənin bütün hissələrinə paylayır və qanın öz funksiyalarını yerinə yetirməsinə şərait yaradır. İnsan orqanizmində qan, qapalı qan damar sistemində müəyyən bir istiqamətdə fasiləsiz olaraq hərəkət edir. Və biz deyirik ki, burada damarların ümumi uzunluğunun çox olmasının əhəmiyyəti nədir? Təbii ki, damarlar nə qədər uzun olarsa, bütün bədəndə olan bütün hüceyrələrə qidalı maddələr və oksigen daşınar. İnsanda qan damarlarının hansı növləri var? Bundan danışmışdıq. Arteriya, vena və kapilyar damarlar mövcuddur. İndi isə gəlin onların quruluşuna diqqətlə baxaq. Baxanda nə görürük? Görürük ki, arteriya damarlarının divarı daha qalındır, vena damarlarının divarı nazikdir. Hər ikisində üzəri sıx birləşdirici toxuma ilə örtülüb xarici qatları. Ondan sonra gələn saya əzələlərdir. Saya əzələ qatı arteriya damarında daha qalındır, amma vena damarlarında daha nazikdir. Və ondan sonra lap daxili hissəsində elastiki liflər var. Bunu elastiki edir və daha tamamilə daxili hissəsi bir qatlı epiteli qatından təşkil olunmuşdur. Hər ikisində epiteli qatı var. Sadəcə bir fərq oldu ki, burada saya əzələlər arteriya damarında daha deməli qalındır və saya əzələləri bizim iradəmizə tabe deyil. Ona görə də saya əzələlərinin yığılıb boşalması bizdən asılı olmur. Bir dənə də fərq odur ki, vena damarlarında aypara qapaqlar var, cibə bənzər aypara qapaqlar var ki, bu da qanın bir istiqamətdə axmasını təmin edir. Biz bilirik ki, arteriya ürəkdən çıxan damardır. Ürək boşluğundan çıxarır qanı, venalar isə qanı ürək boşluğuna gətirir. Arteriya damarının divarındakı gördük ki, saya əzələ venaya nisbətən daha qalındır. Vena damarlarının içində isə cibə bənzər aypara qapaqlar var. Çox kiçik diametrli damarlar isə kapilyarlardır ki, onların divarları da bir qatlı yastı epitelidən təşkil olunmuşdur. Və kapilyarlarda mübadilə prosesi gedir. Nəyə görə məhz kapilyarda mübadilə prosesi gedir? Çünki kapilyarın divarı nazik olduğuna görə, bir qatlı olduğuna görə deməli oradan qazların mübadiləsi, maddələrin mübadiləsi çox rahat şəkildə keçə bilər. Əgər bizə diaqram verilsə və deyilsə ki, bu diaqramda tutaq ki, belə bir şəkil verilibdir. Buradan hansı hissə kapilyarı, hansı hissə arteriya, hansı hissə venanı göstərir. Təbii ki, karbon qazının miqdarının artıb azalması və yaxud da oksigenin artıb azalmasına əsasən zamandan asılı olaraq göstərirsə, oksigen müəyyən miqdarda var. Ondan sonra nə görürük? Oksigen miqdarı azalır və sonra yeni sabit gəlir. Deməli, bu damar ola bilər ürəkdən çıxan arteriya damarı. Çünki orada oksigen çoxdur. Ondan sonraki ayrılır kapilyarlara. Deməli, bu hissə olacaq kapilyarlar və sonra sabit qalıb yenə ürəyə qayıdır. Deməli, bura vena damarıdır. Yuxarı və aşağı boş vena ola bilər. Yəni, sözün canı odur ki, harada biz yuxarı və aşağıya doğru xət görə biliriksə, bu xət fərqli də ola bilər. Məsələn, bu şəkildə də ola bilər. Biz burada yəni dəyişim görürüksə, bu mütləq kapilyar olacaq. Sabit görürüksə, dəyişməyən görürüksə, məsələn, oksigenin və karbon qazının miqdarını, bu ya venadır, ya da arteriya damarı olmuş olacaqdır. İnsə nə danışaq? Nədən danışaq? Qan dövranından gəlin danışaq. Biz bilirik ki, insanda iki qan dövranı var. Ağciyər dövranı və böyük qan dövranı vardır. Böyük qan dövranı ürəyin sol tərəfindən, sol mədəcikdən başlayır və sol mədəcik yığıldıqda, biz bilirik ki, solda arteriyal qandır. Aypara qapaqları açılır və qanı ötürür ən böyük arteriya damarı olan sol aorta qövsünə. Və aorta ürəkdən çıxdığı yerdən demək, sola doğru meyl edir. Aorta qövsü uzaqlaşdıqca orta və kiçik arteriyalara qədər şaxələnmiş olur. Və toxuma və hüceyrələrə gəlib çatdıqda, orqanlara gəlib çatdıqda artıq deməli parçalanma məhsulları belə deyək ki, toxuma və orqanlara gəlib çatanda oksigeni verir, qida maddələrini verir. Oradan isə parçalanma məhsullarını alır və vena kapilyarlarına toplanır və ondan sonra isə kiçik vena və iri vena damarları ilə gəlib tökülür təzədən aşağı və yuxarı boş vena ilə ürəyin sağ qulaqçığına tökülmüş olur ki, buradan da bununla da böyük qan dövranı deməli bitmiş olur və yuxarı və aşağı boş vena ilə
Boş vena, ümumiyyətlə yuxarı boş vena başdan, qollardan və boyundan gələn deməli damarları birləşdirir. Aşağı boş vena isə təbii ki, bədənin digər hissələrindən gələn venoz qanı gətirib daşıyır, tökür, deməli sol nədir, sağ mədəciyə. Deməli, buradan belə çıxır ki, qan dövranı, böyük qan dövranı sol mədəcikdə başladı, sağ qulaqçıqda bitdi. Daha sonra gəlir ağciyər dövranı və ya da biz buna kiçik qan dövranı da deyə bilərik. Ağciyər dövranını gəlin sizə bu sarı rənglə göstərim. Ağciyər dövranı deməli başlayır sağ qulaqçıqda, sağ mədəcikdə. Və sağ mədəcikdən ağciyər dövranı başlayır. Sağ mədəcik yığılır, qanı vurur ağciyər kötüyünə. Ağciyər kötüyü içində venoz qanı aparır. Özü ayrılır iki dənə ağciyər arteriyalarına, çünki ürəkdən çıxan damardır. Və ağciyər kapilyarlarına, kapilyarlarda yenidən sağda və solda qazlar mübadiləsi getmiş olur, oksigeni alır, karbon qazını verir və çevrilir olur arterial qan. Bundan sonra deməli həmin bu arterial qan, venoz qan, arterial qanı çevrildikdən sonra ağciyər venaları ilə sağdan da, soldan da iki dənəsi gəlir, sağdan da iki dənəsi gəlir, gəlir tökülür sol qulaqçığa. Demək ki, sağ mədəcikdə başladı, sol qulaqçıqda da bitdi. Və beləliklə də ağciyər dövranı sol qulaqçıqda bitmiş olur. Burada bizə belə bir maraqlı bir fakt verilib. Deyilib ki, ağciyər dövranını ilk dəfə olaraq, kiçik qan dövranını ilk dəfə olaraq İbn Ən-Nəfis tərəfindən təsvir edilmişdir. O ürəyin sağ mədəciyindən, biz bilirik ki, arteriya damarı gedir ağciyərə. O ürəyin sağ mədəcikdən arteriyaya vurulan qanın ağciyərləri qidalandırmaq üçün yox, orada oksigenlə zənginləşmək üçün getdiyini irəli sürmüşdür və ürəkdə sağ mədəciklə sol mədəcik arasında da keçidin olmadığını deyib. Yəni sağ hissə ilə sol hissə bir-birindən tamamilə ayrılmış şəkildədir. Gəlin qan təzyiqi haqqında da danışaq. Qan təzyiqi necə olur ki, yaranır? Ürəyin mədəcikləri yığıldıqda, yəni mədəciklər sistola edən zaman qanı arteriyaların divarlarına təzyiq göstərir və ki, buna da biz qan təzyiqi deyəcəyik. Və yaxud da buna arterial təzyiq də deyə bilərik. Mədəciklərin sistolası zamanı yaranan təzyiq, sistoladan yaranan təzyiq ən yüksək təzyiq olur, maksimal olur. Mədəciyin diastolası zamanı yaranan təzyiq isə minimal təzyiq adlanır. Və qan damarlarla hərəkət etdikcə, yəni arteriyaya, oradan kapilyarlara, baxın, arteriyaya vurur, düzdürmü? Arteriyadan gəlir kapilyarlara getdikcə qan təzyiqi azala-azala gedir və ən aşağı qan təzyiqi ürəyə qaydanda, yəni vena damarlarında olur. Demək ki, damarlarla hərəkət etdikcə qan təzyiq tədricən azalmağa doğru gedir. Bunu yadda saxlayırıq. Orta yaşlı sağlam insanda sakit vəziyyətdə normal sistola sikli, yəni qulaqçıqların sistolası zamanı olan arterial təzyiq 110-120 mm civə sütunudur. Diastolatik, yəni minimal mədəciklərin diastola zamanı olan arterial təzyiq isə 70-80 mm civə sütununa bərabərdir. Və arterial təzyiq adətən göstəriciləri insanın yaşından, həyat tərzindən və fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əgər arterial təzyiq normadan yuxarı olarsa, bu zaman hipertoniya xəstəliyi yaranmış olur. Hiper yüksək deməkdir, yüksək təzyiq. Bu zaman nə baş verir? Əgər uzun müddət təzyiq yüksək olarsa, ürək, beyin, böyrəklər və digər həyat orqanlar ciddi zərər verə bilər hipertoniya. Amma qan təzyiqi normadan aşağı olarsa, bu zaman hipotoniya olur. Hipo aşağı deməkdir. Hiper yüksək, hipo aşağı, hipotoniya. Hipotoniya zamanı beyinə gedən qan, yəni azaldığına görə oksigen çatışmazlığı yaranır, ürək damar sisteminin fəaliyyəti pozulur və təbii ki, bu pozulduğuna görə müxtəlif orqanların funksiyası pozulmuş olur. Burada biz mexaniki və yaxud da elektron tonometrdən istifadə etməklə qan təzyiqini ölçə bilərik. Tonometrin hissələrin adına gəlin baxaq. Bax, bu sıxıcı olan hissə manjet adlanır. Sonra buradan qoyub, belə deyək ki, qulağımıza qoyub qulaq asırıqsa, bax, buna deyirik
fonendoskop. Eyni zamanda burada manometr olur. Manometrin bir hissəsi bunun alt hissəsinə buradan çıxan, yəni belə deyək ki, çıxan hissədir və rezin balon var. Bu rezin balonu ventil vasitəsilə bağlayıb, sonra rezin balonu sıxmaqla biz manjeti şişirdirik və bu zaman damar sıxılır və damar sıxılanda fonendoskop vasitəsilə biz oradan keçən deməli qanın yüksək və aşağı arterial təzyiqi eşitmiş oluruq. Yəni eşitdiyimiz andan etibarən və eşitdiyimiz an olacaq minimal qan təzyiqi, sonda yəni hansı hiss, daha doğrusu yuxarıdan aşağıya doğru. Yəni biz bunu sıxdıqda, bu ventil sıxdıqda, deməli manometrdə olan əqrəb yuxarıya doğru qaldırırıq. Sonra yavaş-yavaş ventili boşaltdıqca, nəticədə bu manometrdə olan əqrəb yavaş-yavaş aşağı düşməyə başlayır və hardan biz səsi eşidiriksə, o döyüntüləri eşidiriksə, nəbz vurğularını eşitməyə başlayırıqsa, deməli ventili açaraq manjetin içərisindən havanı ilk nəbz vurğusunu eşidənə qədər yavaş-yavaş buraxırıq. Yəni havanı yavaş-yavaş buraxırıq ki, nəbz vurğusunu eşidək. İlk nəbz vurğusunu eşitdiyimiz anda manometrdəki göstəriciyə maksimal təzyiq uyğun gəlmiş olur və nəbzin itdiyi anda, yəni o eşitdiyimizin itdiyi anda isə o zaman o minimal təzyiqə uyğun gəlmiş olur. Qanın təzyiqinə nəzarət etməyin əhəmiyyəti nədir? Yəni qan təzyiqinə nəzarət etmək təbii ki, insanın sağlamlığı ilə əlaqədardır. Qan təzyiqi yüksək olanda sağlamlığımıza zərər verir. Qan təzyiqini nə üçün qan təzyiqini ölçməzdən 1 saat əvvəl qəhvə, tünd çay qəbul etmək olmaz? Çünki bunlar deməli bu göstərdiyimiz qidalar qan təzyiqini artırmış olur. Qanın kapilyar damarlarında hərəkət sürəti aortadakı sürətdən 500 dəfə yavaşdır. Çünki kapilyarlarda maddələr mübadiləsi getməlidir. Ona görə daha aşağı olur.